Əmək yarmarkasında iştirakçılar digər yarmarkalardan fərqli olaraq bu peşə təhsil mərkəzinin məzunları və son kurs şagirdləri, yəni məzunları iştirak edir və burada iştirakçılar 30-dan çox müəssisə müxtəlif vakansiyalarla 300-dən çox vakansiyaları təqdim edir. Vakansiyaların əsas sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir və iştirakçılar əmək bazarının tələblərinə uyğun peşə və bacarığının olan vətəndaşlarımız özünə uyğun işlə, axtarışı ilə iştirak edir və bütün 30-dan çox müəssisələr təqdim etdikləri vakansiyaları onlara əlçatanlığını təmin etmək üçün biz bu yarmarkanı təşkil edirik. İştirak yetərli saydadır. Biz hər il bu yarmarkaları təşkil edirik. Məqsədimiz əmək bazarının tələbinə uyğun peşə və bacarığı olan kadrlarla müəssisələrimizi, işə götürənlərimizi təmin etməkdir. Eyni zamanda işsiz və işaxtaran şəxslərimizin işə götürənlərə əlçatanlığını təmin etməkdir. Burada əvvəllər belə olurdu ki, işsiz və işaxtaran şəxslər müəssisələri özü axtarırdı, amma biz onların ayağına müəssisələri gətirmişik.